Hər vaxtınız xeyirli olsun əziz bacılarım, qardaşlarım. BDM TV-nin Həsrət və Ümid verilişinin daimi izləyiciləri. Sizləri bir daha salamlayıram. Məlum olduğu kimi mən bizim Paşalı rayonunun WhatsApp qrupunda qeyd etmişdim ki, çəkiliş üçün Salyan rayonunun Qarabağlı kəndinə gələcəm. Qarabağlıdır, Xələş kəndinə gələcəm inşallah. Artıq mən bugün məni çəkən oğlum Şakirlə bir yerdə hal-hazırda məni kameraya alır. Biz bərabər gəlmişik Salyan rayonuna çəkilişlərimizi etmək üçün. Bugün 6-cı gün və bazar günü inşallah mən Salyanda olmağı fikirləşirəm. Düşünürəm ki, verilişimiz çox qəşəng alınacaqdır. Burada bizim 1948-53-cü illər, 1988-ci illər deportasiyaya məruz qalmış Paşalı rayonunun Teyb, Köşbər, Leyli, Qaçan və digər bölgələrimizin sakinləri də demək olar ki, əksər əhalisi bu kəndlərdə yaşayır. Qarabağda, Xələş kəndlərdə, digər kəndlərdə yaşayırlar. Mən bunları da Həsrət və Ümid verilişində qonaq etməyi özümə borc bildim. Ona görə gəldim, Salyana səfərə çıxdım. Veriliş vasitəsilə çəkiliş üçün mənə dəstək göstərən, köməklik göstərən başda Cavid müəllimə, qrupumuzun aktividir və İsmail müəllimə, Ceyhuna xanıma, digər bacı qardaşlarımıza dəstəklər üçün təşəkkür edirəm və o cümlədən də Kərəm müəllimə də təşəkkür bildirəm ki, Salyanda çəkilişlərimizin davam etməsi üçün mənə adları verdi ki, bu ailələrlə görüşmək lazımdır. İnşallah gedək görək çəkilişimiz bu 2 gün ərzində necə alınacaqdır. Mən inanıram ki, Həsrət və Ümid verilişinin Salyanda olan buraxılışı da diqqətli çəkəcəkdir. Təşəkkür edirəm. Gedək görək kimlərlə görüşürük. Növbəti bölgələrimizdə çəkilişlərimizlə sizin qarşınıza çıxacağıq. Allaha əmanət olun. Salam əziz Həsrət və Ümid verilişinin izləyiciləri. Bir daha sizi salamlayıram. Bugünkü verilişimizin qonağını sizə təqdim etmək istəyirəm. Təqdim etmədən öncə mən Hacı Səfər qardaşımızın verilişində də mən dedim. Məlum olduğu kimi mən bu çəkilişlərin hamısı Salyan rayonunun Qarabağlı kəndində baş verir. Müsahibə aldığım insanlar da bizim elimizin, obamızın dəyərli ziyalıları, el ağsaqqalları, hər kəsin sevdiyi, hörmət etdiyi insanlardır, o ailənin üzvləridir. Növbəti verilişimizi açıq sizə təqdim etməyə ehtiyac yoxdur. Verilişimizin qonağını sizə təqdim edirəm. Verilişimizin qonağı Qasımov Natiq Minəzimoğludur. Öncəliklə Natiq qardaşım, mən sizi tanıyıram. Allah razı olsun. Artıq sizə özünüz haqqında, ailəniz haqqında sualı vermədən öncə bir sizi salamlayıram. Necəsiz? Allahın salamı olsun sizə. Mən də istəyirəm bu salamı bir şeir parçası ilə başlayayım inşallah. Rəhman və Rəhim, mehriban və bağışlayan Allahın adıyla inşallah. Adamlar müxtəlif olur dünyada. Kimi görüşəndə çaş salam verir. Kimi ömrü boyu axtarmaz səni, təsadüf gələndə tuş salam verir. Kimi əzizləyir gələn qonağı, kimi qonaq görsə sancar dalağı, kiminin açılmır qaşı qabağı, elə bir adama daş salam verir. Bəzən bu dünyada qalandan açar, bir Allah salamı 100 qapıyı açar.
Adam var yanından düz ötüb keçər, dodağı tərpənməz, baş salam verər. Dosta, aşiniyə salam verin siz. Salamla xoş olar ürəkləriniz. Harda görüşsəniz, harda görsəniz, Səfəroğlu sizə, bu Seyid Natiq sizə xoş salam verər. Allahın salamı olsun bizi dinləyənlərə. Çox sağ olun Ceyhun müəllim, xoş gəlmisiniz. Mən Qasımov Mir Natiq Mirəzoğlu, anadan olmuşam 1970-ci il sentyabr ayının 19-da Salyan rayonunun Qarabağlı kəndində. Mənim atam, babam, cəddabam 1949-cu ilin dekabrı, 50-ci ilin yanvarında Salyan rayonunun Qarabağlı kəndinə deportasiya olunublar. O vaxtdan bizim bu Qarabağlı kəndində məskunlaşıblar. Mənim babam Qasımov Mir Yusif Seyid Əhmədoğlu, onun 4 evladı olub, 2 oğlu, 2 qızı olub. Böyük evladı olub, onun Qasımov Seyid Ağa Mir Yusif oğlu 1922-ci il təvəllüdlü, 42-ci ildə 2-ci Böyük Vətən müharibəsinə gedib və oradan qara kağızı gəlib. İkinci evladı olub mənim bibim Ülkər 1926-cı ildə Paşalı rayonunun Terp kəndində anadan olub. Sonra bura köçdükdən sonra burada ailə qurub, 54-cü ildə 26 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin. Sonra mənim ağam, atam Mirəz olub, 1935-ci ildə, 2005-ci ildə dünyasını dəyişib və Qarabağlı kənd qəbirstanlığında uyuyur və 37-ci ildə bibim Şamaxı dünyaya gəlib. Babamın 2 oğlu, 2 qızı olub, o da 2002-ci ildə dünyasını dəyişib. Bu mənim babalarımın şəklidir. Xahiş edirəm Ceyhun müəllim, onu götürün. Ortadakı Mirəz ağa mənim atamdır. Mir Yusuf babam atamın atasıdır. Zəhmət olmasa onu əlinizə saxlayın. Biraz daha rahat keçirməyə düşsün. Deməli, bu mənim atamdır Ceyhun müəllim, Mirəz ağa. Bu mənim babam Mir Yusifdir. Bəli. Bu babamın qardaşı Seyid Qasım babamdır ki, Terpdə bu insanın xətrin, hörmətini gətirən olublar. Bu 2 qardaş, bu da onun evladıdır. Üzr istəyirəm. Bu Seyid Qasım, mənim Seyid Qasım babamın nəticəsidir. Yevlaxda olur. Bu mənim, üzr istəyirəm, oğlum Kərbəlayı Mir Yusifdir ki, babamın adını daşıyır. Bu da bəndə fəqir mənim. Allah sizə ömür versin, can sağlığı versin. Bunların cəddi Cənab-ı Peyğəmbər özü sizə dayaq olsun. Amin. Ümid və həsrət verilişinin ərsəyə gətirənlərin belə kiçik heyətdən tutmuş, ta belə rəhbərliyə qədər onlara bu seyidlərin cəddi duası olsun inşallah. Amin. Uzun ömürlü olsun. Adına baxanda həsrət, amma sonuncunu oxuyanda ümid. Çox gözəl insan ümidləşir. İnşallah o həsrətə son qoyub Allahın izni ilə, Allahın köməkliyi ilə biz Qərbi Azərbaycanın Dərələrəz mahalının Paşalı rayonunun Terp kəndinə ora gedib oranın da babalarımızın, dədələrimizin tarixi torpaqlarını inşallah ziyarət eləyərik. İnşallah. Allah var eləsin sizə. Xoş gəlmisiniz bir daha Ceyhun bəy. Təşəkkür edirəm. Hacı, çox gözəl bir dua etdiniz bizim üçün. Allah sizə var eləsin. Allah razı olsun. Mən inşallah növbəti suallarda mən sizin nə qədər rəhmətlik Zəlimxan Yaqub aşıqı olduğunuzu bilirəm. Ona görə mən o sualları biraz sona saxlamışam. İnşallah. İstəyirəm ki, hacım, zəhmət olmasa Qərbi Azərbaycanla bağlı oradakı tanıdığınız hansı kəndlərdir? Onlardan kimlər tanıyırsınız? Kənd xatirələri, orada nə vaxt olmuşsunuz? Olarkən o duyğu düşüncənizi tamaşaçılarımızla paylaşardınız. Mənim gözüm üstə, deməli mən ilk dəfə orada olmuşam 1976-cı ildə. Bəli. Mənim atamın çoxlu qızı olub, oğlan evladı olmayıb. Mənim babam Seyid Qasım nəzir eləyib ki, Allah Mirəzzə bir oğul payı versin, inşallah gəlsin. Terpin ocağında orada qurban kəsim Allahın izni ilə. Və Allah da qismət elədi. 6 yaşımda olarkən biz Terpdə olduq. Rəhmətli atam, rəhmətli anam, bir də mən getdik ora. Mənim gözəl xatirimdədir. Uşağın yaddaşı güclü olar, silinməz. Bax, deməli, Ceyhun müəllim, oradan ki, o dəyirmanın yanından ki, keçib yuxarı qalxırdım. O cığırla. Rəhmətli Seyid Qasım babam bir dənə yekə bir qoçun buynuzundan tutub
elə gedirdi, and ol Allahın birinə, elə bir ki, onun mələklər aparırdı onu, sakit süzürdü, elə bir rahat bir yolda gəzir. Biz isə məhliyə, arandan gedən orada nə bilir? Orada mən o qurban kəsdi, o elə fürsətdən istifadə eləyək, Allahın izni ilə bu Şaban ayında, Ramazan ayında dua eləyək ki, Allah bu ağalarımın cəddi hörmətinə, bu Şaban ayının əzəmətinə Allah evladı olmayanları yadına salsın. Amin. Evlad payından. Və ikinci dəfə mənim səfərim olub 1984-cü ildə. Mənim orada xatirələrim qalıb, yaddaşım qalıb, artıq mənim 14 yaşım var idi. Biz orada olanda Allah rəhmət eləsin, Hüseyin babanın oğlu rəhmətli İdris əminin toyunda orada olmuşuq. Onun toyun Sabir Mirzəyev aparırdı, gözəl xatirimdədir. O bulaq suyundan içib onun boğazı ağrıyırdı. Rəhmətli Seyid Qası babam, o belə deyim, o Qaqa Hüseyin babagilin o evinin aşağısından gəlirdi, dedilər bu Seyiddir. Dedi ged denə əlin çəksin sənin boğazına, səsin açılsın. Əlin çəkdi onun boğazına, üzünə də belə vurdu, axşama yenə toyu davam elədi. Bir də xatirimdədir Ceyhun müəllim, onu da bilmirəm, o mağazadan o tərəfə bir nəfər, valla dedilər, yadımda qalmayıb mənim. Onda da bir toy oldu. O toyda Rövşən Behçət idi. O toyu aparan. Həmin onda gəlini at üstündə gətirirdilər. Güllə ata. O da mənim xatirimdən, yəni yaddaşımda qalıb. Bir də Allah dünyasını dəyişənlərimizi rəhmət eləsin. Rəhmətli, Allah rəhmət eləsin. Alşan dayı bizi Göyün 16-sından apardı Söylən rayonuna. İndi bilmirəm o rayonun adı nədir? O elə Söylən gedir də deyəsən. O Qara Seyid babamın qəbri, o ki yolu ki dağıtmaq istəyirmişlər, belə eşitdik ki, orada Ceyhun müəllim bir traktor gəlir, ora... Hacı, üzr istəyəm, onu biraz, o mən verilişdən qabaqdan söhbət elədik, o hadisəni biraz danışın, çünki bunu fərqli insanlar danışırlar, bu, əsas siz bunu bilirsiniz, o hadisə necə oldu? Deməli, o hadisə mənim rəhmətli Mir Yusuf babamın danışığından mən danışım. Bəli. Allah rəhmət eləsin, Qara Seyid babamız, biz, bax bu ocaqda ki oturmuşuq, Hacı Səfərgilin ocağında, onun babasının adı Seyid Rızadır. Seyid Rıza babanın atasının adı olub Kərbəlayı Seyid Hüseyin. Kərbəlayı Seyid Hüseyinlə mənim babam, Mir Yusuf babamın atası Seyid Əhməd, onlar 3 qardaşın uşaqlarıdır. Onlar 3 qardaş gəliblər İsfahan şəhərindən babamın danışdığı. Birinin evladı olmayıb, 2 qardaşın evladlarından törənən gəlir Seyid Rıza babam, Mir Yusuf babam, Seyid Qası babam. Bizim kökümüz eynidir. Bizim kökümüz eynidir. Qara Seyid babam da hardansa ziyarətdən gəlirmiş. Bax o halən oradan gələndə Ceyhun müəllim üstündə 14 məsumun adı yazılan ələm gətirib. O ələmin biri bizdədir, biri Seyid Qası babamgildə olmalıdır. Allah onların cəddin bizlərə duası eləsin və Seyid Əhməd babam yalan olmasın bir 200 il bundan öncə bir dənə orada heykəl bağlatdırıb gətirib. Onu evlad həsrətində olanları sevindirsin. Evladı olanlar gələr aparar qoyar başının altına. Ona nə duası olan, üzr istəyirəm ifadəmə görə, nə həmzadı olan, ona heç nə zəfər toxunmaz. Bax, elə bir heykəl bağlatdırıb gətirib. Dedilər, o söyləndə bizim babamız, Qara Seyid babamız orada uyuyor. Babamın danışığına görə ermənilər ki, Allah onlara dünya axirət lənət eləsin, o qəbirsanlığı ki, orada müsəlman qəbirsanlığını dağıdıb, oradan yol çəkmək istəyirmişlər. Deməli, gəlir bir qəbrə çatanda traktor sönür, geri gedir Ceyhun müəllim, qabağa hərəkət eləmir. Təzə də gətirirlər, genə də elə. Deyirlər, gedin bu kətdən bir yaşlı insan gətirin görək. Bunun nədir bu aqibəti? Niyə bu belə olur? Deyirlər, bir yaşlı bir erməni kişi gəlir, deyir, ara, sizi bu daş eləməmiş, çəkilin buradan, gedin. O ağır bir seyidin qəbridir. O ağır bir seyidin qəbridir. Sonra mən şəxsən orada 84-cü ildə olmuşam. Yol belə gəlir Ceyhun müəllim. Orada belə burulur belə. O qəbir qalır. Və şəxsən özüm o qəbri ziyarət elədim. Bir dənə bir erməni qadının danışdığını sizə deyirəm. Biri var eşidəsən, biri də var canlı şahidim mən. Buyurun. Özü danışıb bizim dilcə. Dedim, mən bir erməni qadınıyam. Mən dedi, mənim ayaqlarım birdən-birə tutuldu. Dizdən aşağı ayaqlarım
mənim işləmədi. Yatdım yuxuda bir nurani kişi gördüm. Dedik ki, bəs belə sən gəl mənim qəbrimin üstündə yat, orada gecəni səhərə qədər yat, sənin ayaqların açılacaq. Ölənə qədər mənim qəbrimin üstündə sən orada təmizlik işinə baxarsan, gəlib gedəni yola salarsan. Ceyhun müəllim, and ola, bax bu müqəddəs kitaba ki, deyirəm elə bir saat bundan qabaq olub hadisə. Bax, 84-cü il, bu da gedir hardasa 42 il bundan öncəyə. Baxın, deyir, mən uşaqlarıma dedim, durdum, güldülər mənə. Dedilər ki, belə, nəyəsə israr elədim. Balalarım gətirdi, deyir, məni qoydu qəbrin ətrafında. Özləri də gözlədi, səhər açıldı, üzümüzə xeyri ilə açılsın, mənim ayaqlarım işləmədi. Ayaqlarım işləmədi. Deyir, dedim, gördünüz, yuxu görmüsən ay ana, bu nə dərəcədə düz olar? Yatdım, deyir, gecə yenə həmin o kişi gəldi. Dedi, tək yatmalısan orada. Ceyhun müəllim, Allah hamd olsun, özü də belə danışır. Deyir, məni gətirib qoydular, qucaqlarında getdilər, gözləyirlər. Mən gecəni qaldım orada, sabah durdum, özüm yeriyə gəldim balalarımın içinə. O gündən bu günə qədər mən dedi, bu ocağın, bu kişinin xidmətçisiyəm. Burada nə qədər ömrüm var, siləcəm, təmizləyəcəm. Ora pul qoyanlar da şamalar gətirib yandırırdı. Qəbrin əhlətindən o qədər ziyarətə gələnlər oradan torpaq götürmüş ki, Ceyhun müəllim, artıq az qalırdı əhlətə çatan. Bax, o seyidlərin Allah cəddin xalqımıza duaçı eləsin, Allah rəhmət eləsin. 1950-ci ildə Ceyhun müəllim, bizim bu kətdə, Qərbi Azərbaycandan, Paşalı rayonunun Terv kəndindən ilk dünyasını dəyişən 1950-ci ildə Ağamalı kişi olub, hansı ki, belə deyim, Kərəm müəllimin ana babası olub. Allah ruhun şad eləsin, bu əhl-i qəbirstanlığımızda burada uyuyur. 1963-cü ildə Ceyhun müəllim belə oldu ki, aralar düzəldi, dedilər qaydan qayıtsın. Qalan qala da bilər, qaydan da qayıdar. Rəhmətli Seyid Qası babam ailəsinlə qayıtdılar geri Terv kəndində yaşamağa, bəli. Bir də 25 ildən sonra yenidən deportasiya olundu. Mənim babam, Allah rəhmət eləsin, Seyid Qası babam 2-ci Böyük Vətən müharibə iştirakçısı olub, onun balaları Allah rəhmət eləsin, Seyid Abdullah əmmə, Allah rəhmət eləsin, Mirağa əmmə, Allah rəhmət eləsin Məlikə mamama, Allah rəhmət eləsin Dürrü mamama, Allah rəhmət eləsin Mülayim mamama. Onları da bir ailə olublar da, bir evin adamı, yəni Yusuf babamın sayəsində onları da saxlayıb, ta ki Seyid Qası babam gəlib çıxana qədər. Və belə deyim, Ceyhun müəllim, 88-ci ildə mən artıq 18 yaşım vardı, Sovet ordularına əskər xidmətə gedirdim. Onda qaçqınlıq gəlmişdilər. Seyid Qası babam, oğlu Mirağa Migildə qalırdı, Yevlax şəhərində. Məni dədəm apardı ora, dedi ki, əmi, bilirsən niyə gəlmişəm? Dedi, buyur. Dedi ki, natiqə əskər aparırlar. Ceyhun müəllim, Allaha hamd olsun, tüfürdü əlinə belə üzümə çəkdi, kürəyimə vurdu belə 3 dəfə. Dedi, qorxma, babalarımın cəddi səni salamat aparar, gətirər. Bir də əl atdı cibinə. O qabaq qoca nələlərdə, babalarda olur deyə, balaca kaşılıq belə şık eləyirdi, belə başında da belə dəmir. Elə açdı, bir dənə 25 manat mənə pul verdi. Xəstə idi. Artıq ömrünün son anları idi, son vaxtları idi. Dədəm dedi ki, əmi, gəl sən aparım kəndə, el cəmaat tanıyır, təzə gəlmisən. Səni orada da el cəmaat götürsün, dədəmin də yanında səni dəfn eləyək, gözəl belə. Rəhmətli Seyid Qası babamın ağzından çıxan kəlmanı deyirəm. And ola bu müqəddəs kitabı elə bil ki, Ceyhun müəllim, Quran ayələri deyirəm sizə, o kişinin ağzından çıxan sözü. Dedim, mənim ömrümün axırıdır. Ömrümün dünyadan köçməyimə sanlı günlər qalıb. Sanlı günlər. Dedim, məni hara aparırsan, harada dəfn eləyirsiniz, nə edirsiniz, özünüz bilərsiniz. Mən ölüb, dedi, torpağa qoyulan günü, məni gəlib Ağdəbələr çıxardıb, aparıb Terfin ocağında dəfn eləyəcək. Bax, elə bir... Sübhanallah, Allahu Əkbər. Bu Seyid Qası babam 1988-ci il dekabr ayının 25-də dünyasını dəyişdi. El cəmaat Yevlax şəhərində onu böyük izdihamla
onu götürdü, dəfn olundu, belə deyim, Dəvəçi qəbirstanlığında Yevlaxda və onun mən buradan şəxsən təşəkkür eləmək istəyirəm Hacı İsmail qardaşım Ağayevə, Allah onun bezodun bir bəla eləsin, oğlu uğra bərəkətli ömür versin, toy qismət eləsin, iştirak eləyə və o babamın, onun bir sıxıntısı var imiş, belə deyim, babam, Seyid Qasım babam onun yoxsuna düşür və babam ona deyir ki, dur buradan çıx, bura sənin yerində. 4 minarəli Yevlaq qəbirstanlığında 4 minarəli onun üstündə bir kümbəz kompleksi tikdirib, Allah qazancına bərəkət versin. Onun cəddi Cənab Peyğəmbər xalqımıza duaçı olsun. Allah'ın da verirəm, bunların cəddi Peyğəmbər hörmətinə qismət olsun. Gedək, tezlikcə ata-baba torpaqlarımızı ziyarət eləyək. Və birinci 1905-7-ci ildən də bunu deyim, Ceyhun müəllim, sonra söhbəti əgər lazım olsa davam edərik. Buyurun. 1905-7-ci ildə rəhmətli Mir Yusuf babam özü danışıb, o kaset məndə var, onu qismət olsa çıxardıb, bir diskə yazdırıb verərəm sizə, onu da bu Həsrət Ümid verilişində lazım olsa onu işıqlandırarsınız. İnşallah. Babam deyirdi ki, 1905-7-ci ildə ermənilər bu kəndə ki girəndə, babam 1890 təvəllüd idi. 1905-ci il, 7-ci ildə ki, o erməni-müsəlman müharibəsi olanda rəhmətli Mir Yusuf babam 1890 təvəllüd idi. Onun yoldaşı Qasımova Züleyxa Almurad qızı 1892-ci il təvəllüdü. Babam deyir, mən cahal oğlan idim onda. Gəldim, deyir, gəldim ki, ermənilər kəndə dolub, evlər yanır, topla, qırılan qırılıb, qaçan qaçıb, gəldim ki, rəhmətli babamgil 2 qardaş bir bacı olublar. Seyid Qasım, bir də bacılarının adı olub Ülkər. Adında bacıları olub Mir Yusuf babam. Sonra o bacısının adını qoymuşdu öz qızının üstünə adın. O da cavan rəhmətə getdi və sonra dədəm bacımın birinin adını yenə öz bacısının adını qoyub. Allah hamısına qəriq rəhmət, qalanlara can sağlığı versin. Deməli, Ceyhun müəllim, babam deyir, gəldim evə, gəldim ki, bacımla Seyid Qasım evin bir küncündə qısılıb ağlayırlar. Qısılıb ağlayırlar. Deyir, dedim, bəs nənəmiz hanı? Deyir, dedi ki, qaçdı. Oradan da deyirlər, can şirindir. Həqiqətdə də nə deyim, vallah, nə deyim, Allah özü ölənlərimizi rəhmət eləsin. Deyir, mən Seyid Qasım balaca uşaq idi, əlindən tutdum, Ülkəri də şəllədim belimə, bağladım, deyir, gedirik, deyir, çay aşağı gedirik. Deməyəsəm, məlun dayanıb yuxarıdan, deyir, bizi gördü. Deyir, Ceyhun müəllim, atdı oradan. Atdı, bizi deyir, o atılan, indi top olub bu, güllə olub nə, onun deyir, dalğası bizi götürdü, attı. Bizi götürdü, attı, dəydik yerə, handan hana özümüzə gəldi. Mən deyir, Seyid Qasıma dedim ki, Seyid Qasım, salamatsan, deyir, dedi, hə, deyir, gördüm ki, Ceyhun müəllim, babam deyir ki, gördüm boğazımdan isti bir şey axdı, qan axır. Hə, deyir, bacım kürəyimdə dünyasını dəyişmişdi. Onun qanı axdı, deyir, onu bacımı dəfn elədi. Hə, sonra bizim cəmaat deyir, yığıldı küçüyə. Naxçıvanın da səhv eləmirəmsə. Hə, Naxçıvanın deyir, ora küçüyə deyir, yığıldı ora. Dədəm də deyir, Seyid Əhməd, babam da gedib Naxçıvana duz gətirməyə. Babam deyir, gəldi, bizi orada gördü. Bəmir Sübbə, bu nə halətinə? Babam deyir, mən əhvalatı danışdım buna. Elə Züleyxa nənəmin də orada onu almağı, babam elə orada olub, alıb, Allah Züleyxa nənəmə də rəhmət eləsin. Mir Yusuf babama da, Seyid Qasım babama da Allah rəhmət eləsin. Onların ruhun xalqımıza duası eləsin inşallah. Allah var eləsin. Çox sağ olun, bu qədər. Amin inşallah. Hacı, sonuncu danışdığınız epizodda duyğulandınız. Mən də inanırsınız, həqiqətən mən də qəhər boğdu. Belə baxanda həqiqətən bu anları unutmaq çox çətindir. Belə anları unutmaq. Allah bütün seyidlərimizə, o cümlə bütün dünyasını dəyişənimizə qəni rəhmət versin. Hacı, mənim bir sual maraqlandırır. Bu sual da demək olar ki, verilişin əvvəlində mən sizə demişdim. Bu xatirələr bizim Həsrət Ümid verilişində çox önəmlidir. Yəni, xatirələrdə tarix yatır. Xatirələrdə bir millətin başına gələn bəla və müsibətlər yatır. Siz o kənd xatirələrindən, çünki 1905-dən, 48-53-cü illərdən,
1988-ci il mərhələli deportasiyaya zaman-zaman toxundunuz. Bəli. Ağsaqqallardan, ağbirçəklərdən nələri xatırlayırsınız terplə bağlı? Xatirələrinizi bölüşsəniz izləyicilərimiz üçün çox maraqlı olar. Allah razı olsun. Buyur. Mən yəni xatirələrim odur ki, dedim mən 6 yaşında uşaq idim, ora getmişəm. 14 yaşında ikinci dəfə, onda belə deyim də bir özümü dərk eləyən bir insan kimi yaddaşımda qalıb. Rəhmətli Seyid Qası babam onda kənd fermasında qarolçu işləyirdi orada. Mənim gözəl xatirimdədir. Sonra deyirdilər kiminsə pavarotu. Orada bir ad çəkirdilər da bilmirəm. Orada bir daş var idi. Babam onun üstündə oturardı. Onu tanıyan insanlar, o Leyli Qaçan Köçbək terfdən sonraydı da elə. Bəli. Orada onu tanıyan insanlar olmazdı ki, babamın saxlayıb orada, babamın yəni nəzrin verib oradan keçməmiş getməzdilər babamın. Allah ona rəhmət eləsin, qəriq rəhmət eləsin. Onların orada məsələn babam danışırdı qapılarında olan alma ağacı. Alma ağacına o qeybindən gəlib çıraq yanmağı. O alma ağacının mənim yadımdadır. 1982-ci il sentyabrın 27-sində Mir Yusuf babam dünyasını dəyişəndə Seyid Qası babam gəlmişdi. Onda o almadan gətirmişdi. Balaca bir alma idi Ceyhun müəllim. Bir üzü qırmızı idi, bir üzü ağ. Bir Allah özü ağalarımızın cəddi hörmətinə, xəstələrimizə şifa, dərdlərimizə dəva eləsin. Kim xəstə olardı, o almadan biri yeyərdi, ondan o sağalıb gedərdi. Bir də sonra mənim gözəl xatirimdədir, Hacı danışanda eşitdim, o Səmən Dəmgilin oradakı, onlar da olurdu Alşan əmgildən aşağıda. Mənim gözəl xatirimdədir, Səriyə xalagil, bir getdim ki onlara, onlar belə deyim, bişinə yığırdılar, gilanar yığırdılar. Mən dedim ki, bazar olsun, çəkdi məni öpdü o. Sonra biz ondan getdik Köçbəyə, apardıq onu satmağa. Məni də apardılar. O xatirələr mənim yadımdan çıxmır. Sonra Behbud kirvə haqqında orada deyirdilər ki, Seydirza Babagilin kirvələri, bax o mənim gözəl xatirimdədir, gözəl yadımdadır. Sonra rəhmətli Hüseyin Babagilin qonşusu Pakizə nənə mənim yadımdadır. Yaşlı arvad idi, həmişə də siqaret çəkərdi. Hacı, xatirələrinizi danışırsınız. Mən bilirəm də siz sinəniz doludur. Hər zaman sosial mediada olsun, belə qrupda xahiş edirəm, zəhmət olmasa, əlhəmdülillah, Allahümmə səlli əla Muhammed və ali Muhammed və oradan gələn, əlhəmdülillah Rəbbil aləmin, o Ceyhun müəllim bunu deyimlik yerləşsin. Deməli, bizim bu kəndin adı Qarabağlı, elə belə deyil Qarabağlı kəndi. Bizim bu kəndin əsli 250-270 il bundan öncə Ağdamın Avlad Gülablı kəndindən gəlib bu kənddə məskunlaşıblar. Qarabağlılar kəndi ona görə, kənd onun adındandır. Sonra elə bil ki, Allah bu kəndin talihinə qaçqınlıq yazıbmış. Bir neçə ildən sonra gəliblər babalarımız 48, 53-cü il, yəni 49-un axırı, 50-ci ilin əvvəli gəlib bu kənddə məskunlaşıblar. Kəndimizin elə bil ki, talihinə qaçqınlıq yazılıb və oradan gələn seyidlərdən ki, əlhəmdülillah Rəbbil aləmin kəndimiz, yəni gözəl bir kənddir, bəyək Hacı da qeyd elədi, artıq 75-80 ilə yaxındır bu kənddə məskunlaşmışıq, qohum olmuşuq, qız verib, qız almışıq, əlhəmdülillah çox gözəl də qarşılayıb Qarabağlı kənd cəmaatı. 2 ev olan birini boşaldıb, yəni oradan gələn, deportasiya olub gələn insanlara veriblər. O sonra qohumluğa, sonra kirvəliyə, sonra doğmalığa çevrilib, bax bu kənd. Və o kənddən gələn seyidlərimiz, Allah rəhmət eləsin Seyid Əziz baba, Allah rəhmət eləsin Mir Kazım baba, Allah rəhmət eləsin Seyid Rza baba, mənim babam Mir Yusuf, atam Mir Əziz, Seyid Əli baba, Seyid Hüseyin baba, bunlar bu kənddə məskunlaşıblar. Mir Salam dayıdı, Mir İsmail dayıdı. Bizim bu kənd qəbirstanlığında uyurlar, 7 dənə də şəhidlərimiz var. Bu kənd çox gözəl kənddir, bu kənddə böyüyüb ərsəyə çatmışam və mən xalqıma duacıyam həmişə. Niyə görə? 2005-ci Ceyhun müəllim bunu deyim, sonra siz sualı verərsiniz. İnşallah 2005-ci il fevral ayının 7-sində mənim atam dünyasını dəyişəndə Ceyhun müəllim, Allah cəm ölənlərimizi rəhmət eləsin, bu verilişə qulaq asanların da, dinləyənlərin də ölənlərinə rəhmət eləsin.
Bizim evdən qəbirstanlığımıza 1 kilometrdən çox məsafə var. Allah eldən, cəmaatdan razı olsun. Mənim ağam, atam Mirəzzi cəmaat qoymadı ki, maşına qoyasan. Cınaqlarında düz qarlı, yağışlı havada cınaqlarında düz qəbirstanlığa kimi apardılar. Ona görə də mən xalqıma gözəl günlər, firavan günlər arzulayıram. Allah sizə də can sağlığı versin, ömür versin. Hacım, çox sağ ol. Allah sizi var eləsin. Hacım, mən bir şey soruşmaq istəyirəm sizə. Bu deportasiyadan sonra danışdınız. Qarabağlı kəndinə bizim terpdən kimlər gəldi? Yəni, biz də o tanıdığınız insanlar uzun müddət yaşadılar burada. O kənddən gələn adlarını kimi xatırlayırsınız? Deyərəm, mən o kənddən bax gələn belə Muradlı tayfası, Muradovlar, Kərbəlayı Murad baba, Allah rəhmət eləsin, onun balaları, ondan sonra bu Ağamalıyev mahallenin atası Ağamalı kişi, mən dedim ki 50-ci ildə ilk Qərbi Azərbaycanla burada dəfn olunub, qəbirstanlıqda dəfn olunub, Allah rəhmət eləsin. Sonra Rüstam baba gəlib, uşaqları gəlib, sonra gəlib Dadaş baba, sonra gəlib Bəykişi baba. Onlar yaşlı insanlar idi də, mənim gözəl xatirimdədir. Onlar gəliblər, bizim bu kənddə məskunlaşıblar. Sonradan indi qayıdan 63-cü ildə qayıtdı. Məmməd babanın uşaqları, mənim dədəmin dayısı uşaqları. Allah rəhmət eləsin. Məhəmməd əmiyə, Bəylər əmiyə, Əhməd əmiyə, Almurad əmiyə. Onlar bu kənddə əhli qəbirstanımızda uyuyurlar və balaları onlardan qalan, yəni 3 qız, 2 oğul, Şakir qardaşımla, Bakir qardaşım da buradadır. Mənim oğlan xatirimdədir ki, gözəl son dövr 88-dən sonra bir də ki, o ailələrdən kimlə xatırlayırsınız? 88-ci ildən sonra bu kəndə demək olar ki, gəldilər, belə deyim, orada Vahəddin müəllimin qardaşının adı yadım, Şakirdir, səhv var, onun elə bir qardaşı. O bizim kənddə biraz qaldı, sonra çıxdı, getdi. Onlardan sonra da məsələ bizim kənddə 88-dən bura bizim kəndə gələn olmadı. O gələnlərdən Allah rəhmət eləsin Bulut baba, Allah rəhmət eləsin Aşıq Ələmiyə, o uzun müddət Naxçıvanda, yəni ki, onlar toy şənlikləri aparıb, Allah subaylarımıza şad günlər nəsib eləsin. Məsələn, Fatma nənə, Budaq əmi, Bulut dayının, belə babanın, belə deyim, oğlu, bu kənddə o vaxt 48-də gələnlərdən bu kənddə məskunlaşıblar. Allah ruhlarını şad eləsin. Ələmşah əminin, Allah rəhmət eləsin, möhtərəmin. Yəni bizim bu kənddə onlar Göğüş baba, Qaqaş baba, Allah bir yadıma ola bilər, yaddan çıxan olar. Bəli. Yəni üzrü hesab edin. Yəni böyük bir tayfa gəlib bizim bu kənddə yəni məskunlaşıblar. Allah rəhmət eləsin. Hacı Səfərin dayısı idi, Əli kişi Aşıq Əli, gözəl saz ustası idi, söz deyərdi, yaxşı. Dolu adam idi. Allah'ın dolu adamı demişkən deyim, inansız mən də bir xatirəm danışmaq istəyirəm. Bilirsiniz ki, biz ana tərəfdən Səfər əmigindən biz qohumuq da. Aşıq Əli əminin mən kənddə olanda mən xatırlayıram. Daha sonra o da gəlib gedirdi, Tamaşa nənəmgildə otururdu məsəl üçün. Həmişə ağzında zümzümə eləyirdi. Və bir də mənim çox maraqlı var, bizi güldürmək üçün şalvarının ayaq balaq hissəsini, o necə edir, şapıltı belə səs gəlirdi. Bax deyirdi ki, bizi bundan qoxuzurdu. Çox maraqlı bir şey var, bir də musiqiyə dəhşət belə maraqlı olan. Bax o deyirdi, Muradov, o Kərbəlayı Murad baba, o Terpinçi qəbirstanlığında mənim ağlım kəsəni deyirəm, 3 dənə qəbir var idi. Biri Kərbəlayı Seyid Hüseyin kişi idi, babaydı, Seydirza babanın atası. Biri Kərbəlayı Murad babanın olub da, o birisini bilmirəm kim olub da, onu mən xatırlaya bilmirəm. Çünki az olmuşam orada. Nərman əmi deyirdi, o Muradlıların axsaqqalı Nərman dayı deyirdi ki, Mir Yusuf baban orada olanda deyirdi, bir dua oxuyurdu. Nə duası oxuyur, bilmirəm, indi Ayət-ül Kürsü oxuyurmuş. Deyirdi ki, uzanırdı Ceyhun müəllim, Allah hamd olsun. Deyirdi, kim mənim başımı yerdən üstsə, bir dənə quzu verəcəm ona. Deyir də babanın elə bil ki, başının altından tonla nəsə asılmışdı. Da deyir, qulağından yapışıb, o qədər qaldırmaq istəyirdi ki, qulağın dərisi əlimizdə gəlirdi. Bax. Allah rəhmət eləsin, Seydirza babanın da ruhları şad olsun. Yəni ki, onun olub 3 oğlu, 2 qızı, biri Seyd Əskər əmi,
11-də onun ili çıxdı. Biri olub Allah rəhmət rəhmət eləsin Seyid Hüseyn əmi 2000-ci ildə 59 yaşında rəhmətə gedib. Biri Hacı Səfərin atası Allah rəhmət eləsin 1976-cı ildə 48 yaşında 28-də anadan olub 76-da rəhmətə gedib. Yanvarın 4-də 50 il bundan qabaq. Allah rəhmət eləsin. Amin. Qızlarının biri Zərniyar mama, uşaqları tanıyırsınız, Mehtabadda olub, Frant, Yurant. Bax, o da Hacının bibisi uşaqlardır. Bir belə deyim, qızı da olub Göyçək. Allah ona da rəhmət eləsin Göyçək bibiyə də. O da 21 yaşında dünyasını dəyişib. Allah cəmiyyən ölənlərimizi rəhmət, qalanlara da can sağlıq, xatirələr bu. Sonra Tarp kəndindən, üzr istəyirəm, gəliblər burada, Terp Tarp. Mənim babam deyirdi, bunu da deyim, yaxşı yadıma düşdü. Allah sizdən razı olsun. Ceyhun müəllim, rəhmətli Mürüsüf babam deyirdi ki, bizi deportasiya eləməmişdən yaşlı insanlardan göndərirdilər ki, gedin orada yer seçin özünüz üçün. Ermənilər, bəli. Deyir, gəldik ki, bu kəndə seçdik, yolun qırağında terpillər. Tarp da deyir, yoldan elə kənarı olub, Tarp. Bir də Cul kəndi. Mənim anam da Culludur, Cullu qızıdır. Mənim ana babam Fərzəliyev Mənəv, Kərbəlayi Fərzalı oğlu Terp kəndində Ceyhun müəllim o vaxtı müharibəyə qədər həm müəllim işləyib, həm də kənd-soveti işləyib orada. Sonra babam 1940-cı ildə müharibəyə gedib, 5 ildən sonra qayıdıb gəlib. O kənddə, yəni babam Culdan gələrmiş, Terpdə həm dərsləyərmiş, həm kənd-soveti olarmış. Cul kəndi də qonşu bir kətdədir, deyir o da yoldan elə uzaq olub. Tarplılar da bizdən hardasa bir 3-4 kilometr kənar olurlar da onların yaşlılarından mənim xatırıma gəlmir. Amma mənim qonşularım Ağulu baba, Allah rəhmət eləsin, Cənnətalı baba, Allah rəhmət eləsin, Kərəm müəllimin babasından onlar qardaş idi. Allah hamısına rəhmət, qalanlara da can sağlığı versin. Amin ya Rəbbəl aləmin. Hacı Natiq əzizimiz, mən sizə bir şey deyim. Həqiqətən biraz əvvəl danışdığınız ələm ilə bağlı da xatirə üçün ki, o saz ifadəsi olubdur, çox gözəl səsi olubdur. Allah məkanlarını cənnət eləsin inşallah. Hacı, mən söhbətimi elə artıq davamını özünüz bilirsiniz ki, mən sizin bəlağətinizin aşiqiyəm. Maşallah olsun, çox gözəl. Sizdə bu keçən bədii yaradıcılığa, sizdə bu şeirə olan həvəs hardan qaynaqlanır? Deməli, mən bir söz deyim sizə, Ceyhun müəllim, hər bir belə deyək, seyidin bir kəraməti olur. Mən bir məclisdə belə deyim, bir söhbət oldu, şeir dedim, bir alim. Alim hansı ki, indi və ya Hacı qeyd elədik, kəndimizdə alimlər, seyidlər, seyidələr, ağsaqqallar olub, Allah rəhmət eləsin, hamısına ruhları şad olsun. Söhbət olunur. Deməli, mənim əzizlərim deyir ki, o şeir demişəm, Ceyhun müəllim, görmüşəm ağlayır, deyir, Seyid, sən şeir yazırsan, şeir dedim, yox. Onu gərək Zəlimxanın bir şeiri var, deyir, əgər bir şeiri varsa şairin, onu şair yazmır, Allah yazdırır. Bax, şeirə, həvəsə mən Zəlimxan Yaqubun yaradıcılığına müraciət eləyəndən sonra onun Məkkə Mədinə ziyarəti Günay qəsrində bir tərəfində çıxmışdı. Mən onu oxuyub, 100 kupletin əzbərləyib, getmişdim Zəlimxan Yaqubun görüşünə. Mən o görüşü sual vermək istəmişim. Mən baxdım, şəkliniz də var. O görüş haqqında danışa bilərsiniz. Bəli, 1995-ci il, iyun ayının 29-unda mən Zəlimxan Yaqubla görüşə getdim. Orada görüşdə oldum Zəlimxan Yaqubla. Həmin o anda İsmail Şıxılının dəfn mərasimi idi. Allah nəsib elədi, mən də onun dəfnində iştirak elədim. Bir gecə qaldım, dedim ki, sənin şeirlərinin həvəskarıyam mən, Zəlimxan müəllim. Dedim, mənim istəyim o idi, sizlə görüşüm, Allah nəsib elədi. Mənim heç bir təmənnam yoxdur. Mən o hacdan gəlmişdi, 1994-cü ildə bizim ümumi milli liderimiz Heydər Əliyevlə o ümrə ziyarətinə getmişdi. İldə bir dəfə haca gedənlər eşitsin, bilirlər olar, eşidirlər də. Bir dəfə Kəbənin evi açılır, Ceyhun müəllim, Allah sizə də nəsib eləsin. O da Zilhiccə ayının 10-cu günü, Qurbanlıq ayının 10-unda qapılar açılır. Amma bizim deməli, prezidentimizin hörməti idi ki,
Ərəbistanın prezidenti Kral Lir Hüseyin Səud o qapını açdı. Kəbənin içərisinə daxil oldular ümrə ziyarətində. Onda Zəlimxan Yaqub da ora girmişdi. 95-ci ildə o həcc təməddüyə getdi. İnsan ömründə bir dəfə həcc, ümrə ziyarətinə bir dəfə həcc təməddüyə gedir. Mən onu görüşəndən sonra soruşdum ki, Zəlimxan müəllim, ziyarətiniz necə keçdi? O mənə şeirlə cavab verdi. Necə keçdi ziyarətim? Qoy onu bir Xuda bilsin. Eşidək onu. Necə keçdi ziyarətim, qoy onu bir Xuda bilsin. Bir canım var qadir Allah, onu haqqa fəda bilsin. Kəbə mənim könlümdədir, mən ondayam, o məndədir. Heç olarmı şair könlüm, canı canından cüda bilsin. Allah evi bir dənizdir, mən də onun damlasıyam. Ev sahibi bu dəryada məni də bir ada bilsin. Tanrım ilə vəhdətdəyəm, Allah ilə söhbətdəyəm. Haqqı bilən hər sözümü, haqdan gələn səda bilsin. Ulu Tanrım, bir fürsəti Mühəmmədin ümmətinə. Mən daddığım bu neməti bütün dünya dada bilsin. Əgər bir gün unudarsa müqəddəslər, yatan yeri ulu dərgah Zəlimxanı xan bilməsin, gəda bilsin. Bu şeirlə cavab verdi. Sonra dedi bir dur düşək, yeni yasamal birdə olurdu. Düşək bir gəzək, Ceyhun müəllim belə oldu, düşdük, dedi Seyid, yükündəki nədir? Mənim nə cür şeirlərimi əzbərləmsən? Mən başladım, elə bil o yaralı çibana toxunarsan, Ceyhun müəllim 100 kupletin ağzı hardadır, Allah sənə kim olsun, 400 misra deyib bu. Dedim, da dərə təpə qalmadı, üzr istəyirəm, küllük qalmadı, zabor qalmadı, tullandı, qutarmır axı. Gəldik, liftə girdik, liftə də qutarmadı. Gəldik ki, evinə əl atdı, Zvanoko evə girək, tutdum əlindən, məni qonaq saxladı gecə. Diskindi, bu rəng olub ağabbaq. Dedi, nə olub? Dedi, müəllim, hələ 3 kupleti qalıb, qoy deyim, sonra dedi, Allah sənə kim olsun. Girdi içəri, elə şairlərində gözəl ailələri olur, Ceyhun müəllim. Deməli, həmin bu Zəlimxan Yaqub, yoldaşı Sahibə xanım, Allah ona ömür versin, dedi ki, Zəlimxan, nə olub sənə? Az dedi, nə olacaq dedi, Allah buna ömür versin. Bu şeiri elə deyir, bunu mən yazmışam, sazı gətir. Sazı gətirdi, bastı sinəsinə, başladı, qulaq asın, haqdan gələn səslərə. Qulaq olun, ey Allahı sevənlər. Qucaq açın Allah deyən kəslərə, qucaq olun, ey Allahı sevənlər. Allah olsun dilinizin duası, Allah olsun qəlbinizin mayası, Allah olsun gözünüzün şüası, çıraq olun, ey Allahı sevənlər. Gözəlliyin taxtı tacı qurulsun, vurulanlar dönsün, bir də vurulsun. Ay mənə qulaq asanlar, sizə baxsın, bulananlar durulsun, bulaq olun, ey Allahı sevənlər. Çeşmə duru, dəniz duru, qum duru, gül üstəşi, göz yaşından dumduru, hikkənizi içinizdə dondurun, uşaq olun, ey Allahı sevənlər. Dinsizlərin insafından, dinindən, iblisindən, şeytanından, cinindən, nifrətindən, qəzəbindən, kinindən uzaq olun, ey Allahı sevənlər. Göyə baxın, danıldızı doğanda, işıqlanın, nur zülməti boğanda, haqqın nuru yağış kimi yağanda, torpaq olun, ey Allahı sevənlər. Nə gözəl. Ayaz dəymiş, yanaqları qızdırın. Allahı sevən belə olmalı da. Ayaz dəymiş, yanaqları qızdırın. Şaxta vurmuş, barmaqları qızdırın. Buza dönmüş otaqları qızdırın. Ocaq olun, ey Allahı sevənlər. Çəkinizi, yükünüzü tanıyın. Allah adlı təkinizi tanıyın. Yerə baxın, kökünüzü tanıyın. Budaq olun, ey Allahı sevənlər. Könül dostum, bir günəşdir, bir aydır. Qəlbimdəki haqdan gələn haraydır. Zəlimxanın ürəyi bir saraydır. Qonaq olun, ey Allahı sevənlər. Qonaq olun, ey Allahı sevənlər. Və belə oldu ki, dostluğum davam elədi. 2007-ci ildə məni Filarmoniya dəvət elədi. Bu şeiri orada dedim. Və 2008-ci il Kəbə evinin ziyarətinə gedəndə Allah nəsib elədi. Zəlimxan Yaqub bizim ocağa gəldi. O TikTok səhifəsində də, YouTube'da da, bəli. Yazsanız orada Zəlimxan Yaqubun Salyan rayonunun Qarabağlı kənd Seyid Mir Yusuf ağanın ocağına gəlişi orada var. Və mən çox şükürlər eləyirəm ki, gələcək nəsil üçün Ceyhun müəllim, onu Salyanın ensiklopediyasına onu yerləşdiriblər. Zəlimxan Yaqubun Qarabağlı kəndinə Mir Yusuf ağanın ocağına gəlişi.
Gəldi dedi, mən ağanın ocağına gəlmişəm. Allah mənim də ziyarətimi qəbul eləsin. Siz də məni ziyarətə gəlmişsiniz. Allah sizin də ziyarətinizi qəbul eləsin. Amin inşallah. Bir mənim yox, elin görüşünə gəldi. Allah kömək olsun Zeynəb müəllim. Sizə də təşəkkür edirəm. Allah bu ümid, həsrət, ümid verilişinin uzun ömürlü olsun inşallah. Ümidlərimiz çin olsun Allahın izni ilə. Qoy o adlarını çəkdiyimiz Seyid babalarımızın cəddi xalqımıza duası eləsin. Mən dua eləyim, səsim eşlərine amin desin. Amin. Allaha anda verirəm, cəddim Cənab Peyğəmbər hörmətinə. Allah sıxıntılarımızı, müşküllərimizi həll eləsin. Zindanda yatan qardaş bacılarımızın qapısını açsın inşallah. Evladı olmayanlara evlad payı, ruzusu olmayanlara ruzu payı. Allah'ın da verirəm əzəməti hörmətinə. Evi olmayanlara ev nəsib eləsin. Allah borcu olanların ədalar eləsin, köməklik eləsin, borçların qaytarmaqda olaraq kömək olsun inşallah. Allah əlimizdən gələn valideynlərimizi rəhmət, qalanlara bərəkətli ömür versin. Bir anda olsa ağıllarımızı bizim əlimizdən almasın. Və qarşıdan böyük bir ay gəlir, Ramazan ayı gəlir. İnşallah 5 gündən sonra Allahın izni ilə o Ramazan ayının astanasındayıq. Allah əzəməti hörmətinə bu Ramazan ayını bizə mübarək eləsin. Həzrəti Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurub ki, kim bu Ramazandan o Ramazana salamat çıxdı, sevinsin ki, Allah ömür verdi. Ramazan sözünün mənası yandırmaq deməkdir. Allah günahlarımızı yandırsın, bizə də fürsət versin. Bir ay davamlı olaraq bu Ramazan ayını başa bıraq və o da düşəcək Novruz bayramınla Ramazan ayı eyni günə. Xalqımızı da təbrik edirəm. Sağ olasınız, var olasınız. Allah razı olsun. Hazır Natiq qardaşım, həqiqətən o qədər gözəl bir çıxış müsahibə oldu ki, mən inanırsız müsahibəni qurtarmaq istəmirəm. Yox, bu qaydası var. Amma dua etdiniz. Mən duadan etmədən öncə mən sizdən bir də şey istəyəcəkdim, amma dua ilə geçməzdiniz. Amma mən onu icazənizlə o səhv də olsa məni bağışlayın. Estağfurullah, estağfurullah. Çünki mən də şeir, yəni təvəzzükadan uzaq olsa da illərdir, 93-cü ildən bəri 3 şeir kitabının müəllifi olsam da şeirə o böyük marağım var. Amma sizin dilinizdən bu şeiri eşitdiyim zaman özə xüsusən Allah rəhmət etsin, məkan cənnət olsun. Zəlimxan Yaqubdan demək biraz məharət istəyir. Allah sizi var eləsin. Sağ ol, Allah kömək. Həsəd və ümid verilişinin sonuna gəldik. Amma sonu siz şeirlə bağlayacaqsınız. İnşallah. Allah sizi var eləsin Hacı. Allah Hacı Səfər qardaşımızın da evinə bərəkət versin. Amin Allah, amin. Həm oğlu. Bu Qarabağlı kəndində ilk 2 müsahibəm elə hazırlanan oldu. Dəyərli qardaşlarımız oldu, seyidlərimiz oldu. İnanıram ki, bu bərəkət bizə illərlə bəs eləyəcəkdir. Allah sizin, Cənab Allah elimizi, obamızı Əhl-i Beytin şəfaatindən məhrum eyləməsin. Amin ya Rabbil aləmin. Bəzi insanlar çox təəssüflər olsun ki, son dövrlərdə Əhl-i Beytdən olan seyidələrə biraz belə kinayənə yanaşsalar belə, amma mən bir ilahiyyatçı olaraq deyə bilərəm ki, biraz açıb oxusunlar. Əhl-i Beytsiz İslam yoxdur. Bəli, Allah razı olsun. Əhl-i Beytin şəfaatini diləmək dində bidət də deyil, bunun bir qəbahət də deyil. Sadəcə olaraq kimə lazım olan hədisi oxuyub odan çıxış eləməyi sizə çox güzel vurğularınızı verirsən əvvəl doğru bir şey deyil. Din bir bütündür. Bu bütünlük içərisində qəbul edib Əhl-i Beytə ikəlli sarılmaq lazımdır. Allah kömək. Ona görə də Hacı Natiq qardaşım, verilişimizin sonuna gəldik. Allah sizi var eləsin. İnanıram ki, növbəti verilişimizdə də sizi qonaq olacaqsınız. Allah qoysa inşallah. Azım son bir şeyindən veriş. Amma mən sizə bir şey xahiş eləyəcəm. Biz yadınızdadır ki, digər vaxtda rəhmətli Vaqif qardaşımızın bacısı, Rahilə bacımıza da buradan da Allahdan rəhmət eləyək. Allah cəm dünyasında dəyişəmə rəhmət eləsin. O da bir maşında bir şey dediniz. İnanız o şey hələ bu gün mənim qulağımdadır. Qoy deyim ona. Buyurun, zəhmət olmasa. Yox, mənimlə getməyəcək bu dünya. Əvvəl axır öz yerində qalacaq. Ağlayan da tapılacaq, gülən də, yenə sevinç, yenə kədər qalacaq. Əzizləyər xonçasını, xonunu, dünya hər il təzələyər donunu. Görməsəm də mən zamanın sonunu, yerdə axar, göydə ləngər qalacaq. Kim yedisə çörəyi tək, duzu tək, əriyəcək o, dağların buzu tək. Çox adamlar məliyəcək quzu tək, çox adamın yurdu mələr qalacaq.
dərd elədim, qəm yüklədim şələmə. Şeir yazdım, səsim düşdü aləmə. Ay Zəlimxan, yaxşı sarıl qələmə. Qalsa yenə bu nəğmələr qalacaq. Qalsa yenə bu nəğmələr qalacaq. Xatirələrdə, tarixlərdə həsrət və ümid verilişi daim qalacaq. Bu verilişi ərsəyə gətirənlərə Allah uzun ömür, can sağlığını arzu edirəm və verilişiniz daim olsun inşallah. Təşəkkür edirəm. Təşəkkür edirəm. Əziz, hörmətli tamaşaçılar, bir verilişimizdə sonuna gəldik. Düzdür, yeganə verilişlərdən biridir ki, mən bu verilişi sonlandırmaq istəmirəm, amma məcburam. Çünki verilişin bir qayda qanunu var, o sonlandırmağa məcburam. Əziz və hörmətli Həsəfə Ümidi verilişinin daimi izləyiciləri, bir verilişimizdən sona çatdıq. Allah elimizi obamıza, Qərbi Azərbaycanımıza qayıdışımızı bizlərdən nəsib eləsin. Amin Allah. Amin. Hacım, çox sağ ol. Sağ ol, Allah razı olsun. Vaxt ayırdın, müsahibə verdin. Xoş. Allah səni, Səfər qardaşımı və o cümlədən seyidlərimizi, xalqın mənəvi yükünü daşıyan insanları xalqımızın üzərinə əks eləməsin. Bu mənəvi yükə inanmaq lazım. Çünki yük nə barədə? Yəni, xalqın o sıxıntılı, dərdli anında həmin bizim bu sizin kimi ziyalılarımız o yükü çiynini verir. Allah razı olsun. İnsanların büdrəməsinə imkan vermir. Gələcək nəsillərimizin saf duyğularla, ailə bütünlüyü içərisində böyüməsinə çox böyük mesajlar verirsiniz. Allah sizin nəfəsinizi elimizdən fazla əksik eləməsin. Növbəti verilişdə görüşmək ümidi ilə. Əziz tamaşaçılar, növbəti verilişdə görüşmək ümidi ilə. Allah'a əmanət olun.